Sabah nə az, nə çox 25 dərəcə isti olacaq. Gündəm xəbərin efirində ənənəvi olaraq günün hava haqqında məlumatını diqqətinizə çatdıraraq qeyd eləyək ki, bugün aprel ayının 18-idir və aprelin 19-una olan günün hava haqqında məlumatına Milli Hidrometeorologiya Xidmətinə istinadən diqqətinizə çatdıraraq qeyd eləyək ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq və mülayim cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-13 dərəcə isti olacaq, gündüz isə 19-24 dərəcə isti olacağı gözlənilir. Nisbi rütubətin isə 60-70% təşkil eləyəcəyi bildirilir. Azərbaycanda əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə isə bu yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq və qərb küləyi isə bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-11 dərəcə isti, gündüz isə 20-25 dərəcəyə qədər yüksələcək. Dağlarda isə gecə 2-7 dərəcə isti, gündüz isə 13-18 dərəcə isti olacağı proqnozlaşdırılır.